Dünyanın ən dəyərli futbolçularının onluğu açıqlanıb. Yenavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi məlumat yayıb. Məlumata görə birinci yerdə İspaniya çempionu Barselonanın və Avropa çempionu İspaniyanın 17 yaşlı cinah oyunçusu Lamine Yamal qərarlaşıb. Onun transfer dəyəri 402,3 milyon avro təşkil edir. İkinci pillədə isə 239,6 milyon avroluq transfer dəyəri ilə Manchester City'nin Norveçli hücumçusu Erling Haaland dayanır. İlk üçlüyü Real Madridin İngiltərəli yarım müdafiəçisi Jude Bellingham tamamlayır. Sözü gedən siyahı belədir.